Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Türk sosial mediasında bəzi qüvvələr var ki, yenə də Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək istəyirlər. Bunu da əsas göstərirlər ki, Netanyahunun BMT çıxışı zamanı Azərbaycan dövlət nümayəndələri oturublar, çıxmayıblar. Netanyahunun çıxışını alqışlayıblar. Biz öyrəndik ki, Netanyahunun bir neçə il bundan qabaqki çıxışıdır və bunlar burada təxribat aparırlar. Biz dəfələrlə söyləmişik ki, Azərbaycan xalqı nəyə görə İsrail dövlətinin yanındadır? Videolarla, faktlarla, sübutlarla canlılarımızda demişik. Nəyə görə Fələstini dəstəkləmədiyimizi də videolarla, faktlarla, sübutlarla burada söyləmişik. Demək, bu faktlarla, bu sübutlarla bunlar razılaşmırlar. Bunlar məqsədyönlü adamlardır. Burada təxribat aparırlar. Və hətta üstəlik də mənim özümə yazırlar ki, İsrail sizin alaq qaşınıza, gözünüzə mı aşiq olub, sizin petrolunuza, paranıza görə sizə dəstək oldu. Onda Türkiyədə mi bizə dəstək oldu? Türkiyədə mi bizim petrolumuza, paramıza görə bizə dəstək oldu? Xeyr. Yəni bu çirkin maddi maraqlarınızdan, bu təxribatlarınızdan əl çəkin. Bax, buradan səslənirəm. Əl çəkin bu təxribatlarınızdan. Heç bir əlinizdə fakt olmadan, sübut olmadan Azərbaycan nümayəndə heyətini şərləyib böhtanlayırsınız. Ayıb olsun sizlərə. Və nəzərinizdə çatdırıram ki, bizim 4000-ə yaxın şəhidimiz olub. Bizim 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində bu şəhidlərin olmasına səbəb elə 1-ci Fələstin olub. Ona görə mən nəyə görə Fələstini dəstəkləməliyəm? Hansı səbəblərə görə mən Fələstini dəstəkləməliyəm? Başa düşürsünüzmü? Bu çirkin maddi maraqlarınızdan əl çəkin. Bu qarayaxma kampaniyalarınızdan əl çəkin. Heç kim, heç kəs Azərbaycan-Türkiyə dostluğuna xələl gətirə bilməz. Anladınız mı? Heç kim, heç kəs Azərbaycan-Türkiyə dostluğuna xələl gətirə bilməz. Və siz bu məsələyə Türkiyə prizmasından, pəncərəsindən baxırsınız. Arada bir çevrilin Bakı pəncərəsindən baxın. Və bunu da unutmayın ki, bu cür təxribat edənlər, qarayaxma kampaniyası edənləri biz hər zaman cavab verəcəyik və onların qarşısında olacağıq. Yaşasın Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı. Amin.